Hamza salam dostlar. Necəsiz? Ördələrimiz çim evində qurulurlar. Böyüyüblər. Bu günləri ayın 18-idir. Bunlar da neçə günlük oldular? 32 günlük oldular hər halda. 32 günlük oldular bunlar. Lallar 32 günlük olublar. Krasnodarlardan belə görürəm 4'ü də dişidir. Zümrütlərdən də ki deyəsən bir dənə bu dişi, 4 erkəkdir krasnodarlardan. Zümrütlərdən deyəsən bir dənə dişi var. Buydu yoxsa oydu? Oydu bəlkə də. Ya bir dənə ya da 2 dənə dişi var. Ümumi səs yox, lallarda 2 dənə dişi var. Krasnodarlarda dişi görməmişəm. Yəni inanmıram dişi çıxa. Baxın artıq şeylərdir, burunlarının yanındakı ətləri qızarmağa başlayıb artıq bunlarda. Krasnodarlarda bilinir artıq. Ot da yedilər özləri üçün. Yaşlı belə buraxım. Öyrəşsinlər, ota da yesinlər, ot yesinlər. Bunlarda broilerin 2 nömrə yemi verirəm. Böyütmə yemi də deyirlər, maylanmadan sonraki. Bunlar burada qalsa herhalde işini eləməz quşlar, inşallah. Sonra bugünlər səhər-səhər yine gəlirdim heyvanlara baxmağa. Gördüm tam burada sərçə balası. Düşür gəldi burada. Sərçə balası düşür dal üstə. Qışqırır qalıb burada. Alıb apardım evə, indi evdədir. Solucan falan verirəm, bəsləyirəm. Plastik bir qabdır, kvadrat. Əlim boyda olar falan. Onun içinə deməli birinci yun parçaydı deyəsən. Ondan kəsib qoydum içi boyda. Ondan sonra da pambıq qoyub pambığın içinə o sərçə balasını qoydum. Balaca olardı. Qanad falan tüklərinin o belə zoh kimisi, zoh deyirlər, belə demirəm mən, amma ki neysə. Zoh kimi çıxıb, amma ki o tüklənməyib də ki. Yavaş-yavaş tükləri çıxır. Ətcə bala da ki. Qalan tək dişimizdir bu. Bu da erkeğimiz. Bu da erkeğimiz. Bunun çəkisini dünənləri ölçdüm. 3 kilo 800 olub. Bu 3-800 olub. Yine yaxşıdır. Əvvəl 3 olurdu, 3-2 olurdu, 3-3 olurdu. Yine yaxşıdır. Xeyrat fərəsinə bugün ikinci günüdür. Qurd dərmanı da verdim. Sonra keçəcəm 10 gün. Gələk baytaraq gedmək. Aslında sabahtan verməliyəm. Qorxduğum başıma gəldi. Aslında dünəndən şeydən, sabahtan verməliyəm. Mineral vitamin kompleksi 10 gün. Baxın indi ala biləcəyim, ən tez zamanda alacağım. Astrologlardan birini də itirdim. Fikirləşdim ki, soyuqdan da belə bu aralar çox fikri verə bilmədim. Soyuq oldu elə buralar. Çünki 2-3 gün burada bizim rayonda deyək, bizim kənddən deyək, hava çox soyumuşdu ki, bəzi yerlərdə də soyuq idi. Hədsiz soyuq idi. Sizdə soyuq çox hiss olmaya bilər, amma bizdə hədsiz soyuq idi. 18 dərəcəyə, bəlkə 17 dərəcəyə kimi düşmüşdü hava istilliyi. Astrologlardan biri öldü. Onlardan. Qara rənglərdən, qaralardan bir dənə qalıb. Bir qara qalıb. 5 dənə də yəqin ki mavilərdən qalıb. Amma astrologlardan da çox bu öz toyuqların yumurtasından qoyduğum cücələr daha yaxşı inkişaf edir. Mənə gəlir, elə gəlir. Deməli, ay yarımı tikan edim. Ses qabatdı. Göz suların. Nerede su değil, bu da su. Suların. Buna yem verəcəm. Bunun yemini boşaltdım bura. Bundan qarğıdalı verən deyiləm. İshalında dəyişiklik olur. Deməli, baxın belə göstərim. TikTok izləyicilərimin hamısı görüb bunu. Məncə canlıya gələnlər hamısı görüb. Şırt təfsinə belə.
Budur 5 dənə ördəyimlə dəyişdiyim xoruzumuz. 2 gün əvvəl biraz şey eləyib. 5 yaşında xoruz var idi, ondan apardım. Badam fils elə bir xoruz idi, 5 yaşında mahmuz var idi. Uzun çəkdi biraz. Amma qaçırtdı, amma ki gözü zədəldi, gözünün altı zədəldi. Neysə. Hə, sularında deməli Introvit A+ verirəm. Vitamin, bilirsiniz hər halda. Introvit A+. Bilməyənlər üçün vitamindir deyim. Bu da diğer beçəmiz. Bunu fikirləşirəm ki, bu 3 gündən bir, 2 gündən bir çıxartım bayra. Bunu hər gün çıxartım, bunu 2-3 gündən bir çıxartım ki, qoy bu da çox yaxşı qılışsın. Altlarını biraz təmizləyim gərək bunların. Ördəklərin yeri. Soymuram əslində dünənləri. Sadəcə olaraq evdə olmamışam deyə. Axşam da gec gəldim, saat 9 falan olardı. Yanımda minnoşlarıma. 9 falan olardı. Dedim gətirib su verim. Bayırda içmədilər. Bayırda su qablarını tökdüm, su içmədilər. Görmürdülər deyə yaxşı. Hani sən o birisi yetimçələri çəkil görün baxaq bunlara. Elə gəlir ki, bunlar daha o birisilərdən daha minnoşdular, toppuşdular. Elə gəlir, bilmirəm dəqiq olaraq. Onların balcalığı da yadımda qalmayıb tam olaraq. Elə gəlir bunlar daha minnoş toppuşdular. 10 dənə balası var. Deməli bunu da çıxartmağına qayda ilə 5 gün falan qalıb. Amma fikirləşirəm ki 2 günə falan çıxartacaq, maksimum 3 günə falan çıxartar. Elə fikirləşirəm. Hissiyatım elə hiss edilir. Bu da şeydi. Türkən nəydi? Atak soyuğu ilə Herat xoruzumuzun yumurtasıydı. Amma xarab olduğuna inanıram çünki ördəyin yumurtası dözümlüdür. O soyutur yumurtaları, yaxşı yata bilmir. Ot nə qayırır bilmirəm. Ot qalmır yuvasında. Doldururam, ot yoxa çıxır. Altı dirəm tökülsə, altda da olmur ot. Bilməm yenirsə bu otu. Hə. Nəsə yaxşı yatmır. Eşələyib tökür yuvanı. Ona görə ördək öz yumurtaları dözümlüdür. Çox problem olmur. Amma ki toyuq yumurtası ördək yumurtası qədər dözümlü deyil deyə içindəki balanın inkişafı dayandığını fikirləşirəm. İşi vurduqda. Yəni heç ürək açan mənzərələ qarşılaşmadım. Bu da şeydi. Martın 5'e çıxan beçəmiz. Anası bu atasdakı əmmə satdığım kənd xoruzu var idi, qırmızı rəngli. Canavarın qardaşı. Hə, o da atası idi. Bunlar da nə vaxtda yumurtaya bilmirəm. Fərədə yəni. Deyəsən cütləşirlər, dəqiq bilmirəm. Deyəsən cütləşirlər. Amma bu belə yaxşıdır. Ən azından belə yaxşıdır. Həm sular çox batmır, həm yem çox getmir. Həm səsdən başım sakitləşir, bunların səsi azalıb. Yəni əvvəlki səs qışqırıntılı, ördək vağıltısı səsi yoxdur da yəni. Gəzə də bilmir, minnoş bunun gəzişinə. Hə, nəysə belə. Sağ olun dostlar. Özünüzə yaxşı baxın. Videomuz bu qədər olsun. Gələn videolarda görüşmək ümidi ilə fərəmizdə çəkim. Hələlik. Bye bye.